Bu 5 maşını heç vaxt pisləməyəcəm. Və bu maşınlara dil uzadanlar düşünürəm ki, ümumiyyətlə maşın bilgisindən uzaq adamlardır. Toyota Camry, Kia Rio, Kia Cerato, Hyundai Elantra və Ford Fusion modellərinin necə maşın olduğunu məndən ümumiyyətlə heç vaxt soruşmayın. Yəni bu sualı sadəcə olaraq mənə verməyin. Sadəcə alanda baxın, görün kimdən maşın alırsınız. Maşını tövlə kimi saxlayandan alsaz mənlik deyil. Bu sedan maşınlar adamı pərt eləməz, yolda qoymaz, hörmətdən salmaz, ümumiyyətlə maşın da özü hörmətdən düşməz. Bu maşınları dağıdan adamlar valla məncə maşın sürməsinlər ümumiyyətlə. Hələ o gün Yasamalda bir nəfəri gördüm. Təsəvvür edirsiniz, dörd gözü qaynatmışdı. Dörd gözü ya kişi. Bu maşının heç radiatoru bilmirsən, hardadır. Yəni illərlə bilmirsən. Termostatı nə fason olur, su pompası nə rəngdə olur bilmirsən. Adam nə qədər maşından uzaqdır ki, dörd gözü qaynadıb. Kapot olur qardaşım maşında, kapot. Maşının qabaq tərəfində. Sürücü tərəfdən, tam qapı tərəfdən əyləndə bax, mənim bu tərəfimdə. Orada bir dənə belə dartıcı düymə olur. Onu dartırsan, maşının kapotu açılır. Sonra düşürsən maşından, geysən maşının qabağına və kapotun dilini çəkib qaldırırsan kapotu. Onun altında isə su, yağ, antifriz kimi nələrsə olur. Hamısının səviyyəsinə vaxtında nəzarət edirsən ki, sonra gedib ona buna hansısa maşını pisləməyəsən ki, ala yox o maşındır.